özümə gəlməyim falan. Axşamdır. Amma heç olmaz. Yayda nə edirəm desəz, riyaziyyat kitabına təzədən başlamışam. Çünki bu iki riyaziyyatdan sonra yayda bir də kitaba yenidən başlama ehtiyacı gördüm. Hal-hazırda Pifaqor teoremindəyəm və proqram hazırlamışdım özümə, bilirsiniz ki. Bəlkə də bilmirsiniz, çünki çox uzun zamandır sizlərə video atmıram. Belə bir yay proqramı hazırlamışam. Burada 8-ci riyaziyyat kitabının bölmə-bölmə mövzuları yazılıb. Sonra toplumunun da bölmə-bölmə deməyim, toplumunun da mövzuları var burada. Bir də belə çox qısa az dil ingilis dili. İngilis dilindən əsasən esse, dinləmə, söz belə bu şəkildə bu ağırlıqda davam edirəm. Burada bunu bitirəcəm tez-tez. Yəni kitaba təzədən başladığım üçün zaten bütün misallarda vaxt itirmirəm. Sadəcə təkrar qaydaları yenidən xatırlayıram, bəzilərinə baxıram. Bu şəkildə vaxtım gedir. Yəni az bir şey qalıb. Tez-tez üstündən keçsəm Pifaqor teoremini bitirə bilərəm. Deməli dostlar, hal-hazırda bu qaydaya qədər gəldim, çatdım. Yazı yazanda çox video çəkməməyimin səbəbi təsəvvür edin, burada bu qədər tapşırığın içərisində sadəcə birini yazmağa səbəb gördüm. Çünki digərləri elədik ki, yəni yenə deyirəm, kitaba təzədən başladığım üçün çox tapşırıqları yazmaqla vaxtımı itirmirəm. Eləcə qaydanı oxuyuram, tapşırıqlara hamısını bir-bir baxıram, amma şifahi bir şəkildə keçə bilirəm üstündən. Yəni yazmaq çox da lazım olmur. Ona görə çox çəkə bilmirəm. İndi qaydanı yazanda çəkəcəm. Yenə lazım olanda çəkərəm. Görək hara kimi gələ bilirik. Pifaqorda saat hal-hazırda 10-dur. Qaydaya çatdım. Xüsusi üçbucaqlar haqqında olan qaydaya. Böyük ehtimalla bunu da bitirib gedəcəm. Çünki hələ bundan sonra burada çox tapşırıq var. Böyük ehtimalla sabah bitirəcəm bu Pifaqoru və ya biraz dincəlib yenə davam edəcəm.
tamamlayırsan bilirsən? İtibar. Hə? Şəxsiyyət onsuz namı deyər, tanıyırsınız Quba vlogundan. Paylaşmadın çok. Quba vlogu, ondan qabaq ki, Lənkəranda paylaşmadım. Ha, niye paylaşmadın? Ben tanıyorsunuz. Tanıyırsınız. Çok güzel. Beğendim. Da getdi əli ora. Bu boyda qonağımız gəlib. Bir dənə reyd işləmədən buraxmaram səni. Bir şey istəyirəm. Nə? Fagor. Onu bitir bir daha. Elə Pifagordayım desəm nə deyərsən? Heç nə. İnanıram. Açıq.